sələfin etiqadının tərbiyədə və islahda yolu var, tutduğu bir mövqeyi var. Birinci növbədə ümumiyyətlə hər bir elm sahibi, elm əhli çalışmalıdır ki, Uca Allah Subhanahu wa Ta'ala'nın dinini insanlara çatdırsın. Allahın dinini ayaq üstə saxlayanlardan olsun, həm öyrətməklə, həm də tədris ilə dini insanlara çatdırsın. Çünki bu Uca Allah Subhanahu wa Ta'ala'nın əmridir. Elm öyrətmək, insanlara bu elmi tədris etmək Allahın əmridir. Necə ki Allah Subhanahu wa Ta'ala buyurur ki: "Mə kânə li bəşərin ən yu'tiyahullahul kitaba vel hukme ven nubuvve." Uca Allah buyurur ki, heç kimə yaraşmaz ki, Allah ona kitab və hikmət, peyğəmbərlik verdikdən sonra insanlara desin ki: "Thumma yaqulu lin-nasi kunu ibadan li min dunillah." Allaha yox, mənə qul olun. Lakin Allahın hikmət verdiyi, Allahın kitab verdiyi insanlar, şəxslər dəvət etdiyi insanlara deyərlər ki: "Velakin kunu rabbaniyyin bima kuntum tuallimunal kitab və bima kuntum tadrusun." Əksinə onlar deyərlər ki, öyrətdiyiniz kitabın və ondan öyrəndiyiniz şeyin əsasında Rabbanilər olun, yəni Allaha ibadət edənlər olun. Ona görə də insan, hər bir elmli insandan tələb olunan odur ki, bildiyi şeylərə insanları dəvət etsin. Və həmçinin də Allahın dinindən danışdığı zaman ancaq elmli halda danışmalıdır, haqq olan şeylərə danışmalıdır və haqqı gizlətməlidir, necə ki Yahudilərdə olduğu kimi. Ona görə də elm barəsində, elmin yayılması barəsində Peyğəmbər sallallahu əleyhi və səlləm bir hədisində buyurur ki: "Və la tazalu ta'ifatun min ummati qa'imatan bi emrillah." Mənim ümmətimdən elə bir tayfa olacaq ki, onlar Allahın əmrlərini ayaq üstə tutacaqlar. Deməli, Buxari rahimehullah bu hədisin şərhində Əl-İ'tisam bil Kitab və Sünnə kitabında buyurur ki, onlar, yəni Allahın dinini ayaq üstə tutanlar elm əhlidir, buyurur rahimehullah. Və həmçində İmam Zuhri rahimehullah elmi ayaqda saxlayanlar barəsində, alimlər barəsində buyurur ki, yəni bizim alimlərimiz deyərdi ki, Əl-İ'tisamu bis sünnə huvən nəcə. Sünnədə möhkəm yapışmaq həqiqətən insanın qurtuluşudur. Və sünnədən yapışmaq barəsində məşhur deyimlərdən biri bilirsiniz, Məlik rahimehullah deyir ki, sünnədir Nuhun gəmisidir. Kim əgər o gəmiyə minərsə xilas olar, qurtular və kim əgər o gəmiyə minməzsə boğular, həlak olar.